və mənim üçün yeni dönəm nədir, onun izahatını verməyə çalışacağım. Bəzi halda da dostlarımız deyir, elə yeni dönəmə qədəm qoyur deyirsən, eyni zamanda bir şey dəyişmir. Bəlkə heç bunu deməyəsən. Yox, deyəcəm mən. Yəni, əsaslandıra biləcəm ki, yeni dönəm anlayışında mən nə nəzərdə tuturam. Mənim düşüncəm dövlətçi düşüncədir və yenidən dizayn olunan dünyada Azərbaycanın mənfəətlərini hesablamaqdır. Təbii işdə danışmayacağım, işdən kifayət qədər problemimiz var. Hüquqda, siyasətdə, seçkidə, islahatlara münasibətlərdə, idarə etmədə, naqisliklərdə kifayət qədər hamının bildiyi yuxarıdan aşağı, prezidentdən aşağı və yaxud da 7-dən 70-ə hamının bildiyi həqiqətlər var. O barədə danışmayacağım. Mənim Azərbaycan yeni mərhələyə qədəm qoyur ifadəsinin aydınlıq gətirim. Mən təqribən 2000-ci illərdən, hətta ondan əvvəl də hamı boykot deyəndə mən iştirak demişdim. Niyə görə? İslahata inanmaq istəyirəm. Yəni parlamentarizmi gözümüzün qabağında ölüyə çevirmək tendensiyasının qarşısını almaq üçün bu da mənim bir fürsətimdir deyərək dəyərləndirirəm. Amma alınmır. İndiki zamanda biz ictimai fəaliyyətlə məşğuluq və daha çox cəmiyyətə fayda verəcək bir platformanın üzərində işləyirik. Ümumiyyətlə, böyük idealların konturlarını tapmaq, yol xəritəsini hazırlamaq, yol xəritəsini alimlərlə, bilim adamları ilə, ekspertlərlə, siyasilərlə bir yerdə sağlı sollu ideoloji fərqlilik görmədən hazırlamaq və cəmiyyətə faydalı bir layihə ortaya qoymaq iddiası var. Təbii ki, Qarabağ problemi həll olundu. Bir xətt oydu ki, Qarabağ problemi həll olunmayacaq. Nə qədər ki, bunlar var, həll mümkün deyil. Və mən isə deyirdim, mənim məsələn nikbin, pozitiv bir ruhum var və dostlarımız da həmişə deyir ki, hər zaman aktivsən, hər zaman nikbinsən, hər zaman inamlısan, hər zaman ümidlisən. Mən də deyirdim ki, Qarabağ problemi həll olunacaqdır. Qarabağ problemini həll etməmək bu milləti tanımamaq deməkdir. Bu millət qüdrətli millətdir. Bu millət işğal faktı ilə razılaşmayacaq. 200 ildir bölünmüş Azərbaycanın birlik davası gedirsə, eyni zamanda burada bir quru dəstə separatçının arxasında duran Rusiya olmur, İran olmur, kim olur olsun, bu millət onun həll edəcək. Və proses ona gəldi ki, Qarabağ probleminin birinci mərhələ, ikinci mərhələ və həll elədik. Faktik olaraq, bax, yeni dönəm oydu. Yeni dönəm Azərbaycan yeni dönəmə qədəm qoyur. Qarabağda quruculuq işləri, geri köçün qayıtması, infrastrukturların qurulması, havalanların tikilməsi, investisiya qoyulması, müxtəlif layihələr, cazibə qüvvəsi yaradan layihələrin məhz Ermənistan-Azərbaycan sərhəddində ərsəyə gəlməsi yeni dönəmin başlanğıcıdır. Biz nəhayət Qarabağ dediyimiz bölgəni tarixən siyasi mərkəz olaraq tanınırsa, ədəbiyyat, incəsənət, musiqi, muğam məktəbi edirsə və çağdaş zamanımızda da biz onu siyasi məktəbə və deməli Azərbaycanın ən inkişaf edilmiş bölgələrindən birinə çevirməliyik. Bu məntiqlə yeni dönəm budur. Yeni dönəm Azərbaycan tək deyil, Azərbaycan bir zamanları Türkiyə, Azərbaycan konfederativ dövlətdə birləşməlidir. Bir millət, iki dövlət postulatından çox istifadə elədik. Hətta mən biraz qabağa gedərək nəhayət yetər olsun bir millət, iki dövlət yetərlidir. Artıq biz o müstəviyə keçməliyik ki, bir millət, bir dövlət düşüncəsi ilə Türkiyə və Azərbaycanı yaxınlaşdıracaq bütün deməli ilmələri hörməliyik. Tamam, bax, bu yeni dönəmdir və biz Qarabağda Şuşaya gedir, Cumhurbaşqanları, Türkiyə və Azərbaycan bir yerdə şübhəyənnaməsi imzalayır. Yeni dönəm budur. Azərbaycan təhlükəsizlik çətri altına girir və Azərbaycana kim daş atarsa bu Türkiyə atılan daşdır. Və yaxud da tərsinə Türkiyə atılan daş, Azərbaycana atılan daş deyərək dünyaya mesajlar verilir. Paralel Türk Dövlətlər Təşkilatı qurulur, inkişaf edir. Həm Qarabağda, Xankəndində, Şuşada olurlar. Dövlət başçıları, Türk dövlətlərinin başçıları mesajlar verirlər, investisiya qoyurlar, humanitar layihələr həyata keçirilir. Bax, yeni dönəm budur. Qəbələdə
zirvə toplantısunun biri Qəbələdə oldu. Türk Dövlət Təşkilatı rəhbərlərinin və ciddi qərarlar qəbul olundu, ciddi bəyanatlar verildi və orada qəbul olmuş qətnamədə diqqətimi cəlb edən ən ciddi məsələ deməli kommunikasiya imkanlarıdır, iqtisadi əməkdaşlıqlardır, bunun dərinləşməsidir, ortaq dildir, ortaq və əlifbadır və digər məsələlərlə yanaşı həm də gələn il 2026-cı ildə Azərbaycanda Türk dövlətlərinin və daha da Türk Dövlətlər Təşkilatının və yaxud da biraz obrazlı götürsək, Mənəvi Turanın hərbi təlimləri, ortaq hərbi təlimləri keçiriləcək. Bu yeni dönəm budur. Yeni dönəm budur. Yeni dönəm Azərbaycanın fiziki, mənəvi coğrafiyasının genişlənməsi, o cümlədən Azərbaycanın suverenliyinin təminatlı olması, müstəqilliyinin təminatlı olması kimi vacib bir məsələlər həll edir. Azərbaycanın artıq nə qədər desələr də ki, bunlar bürokratdılar, bunlar diktatördılar, falandılar Türk dövlət başçılarına. Bu bir ritorikadır. Bunun arkasında duran müəyyən mərkəzlər ola bilər, amma bizim dediyimizi ideoloji dayanıqlı təbəqənin dediyini bu günləri bunlar bəyan edir və dünyanın diqqətinə çatdırırsa, icazə verin, bərəkallah deyək və yeni dönəm budur deyə bilək. Və bu yeni dönəmdir. Yeni dönəm dünən yazılı gün Prezident Akademiyada görüş geçirdi və biz hər zaman deyirdik ki, soyadlar milliləşsin, soyadların milliləşməsi haqqında qanun var. Dönə-dönə mən də özəl yazılarım olub ki, dövlət başçıları, məmurlar, parlament üzvləri nümunə olmalıdırlar, örnək olmalıdırlar. Əgər bir qanunun işləməsi üçün və da soydaşlar da bizim soyad sonluqları haqqında qanunumuz, mən hər zaman deyirdim, Prezident İlham Əliyev və yaxud da vitse-prezident birinci ledi Mehriban Əliyeva bunlar yer sonluğunu, ov sonluğunu bitirməlidirlər və mənəcə prosesi ona gedir. İlham Əliyevin akademiyada verdiyi bəyanat dillə bağlıydı. Azərbaycan dilinin işlənməsi bağlıydı. Azərbaycan dilinin üzərində ikinci bir hegemon ola bilməz. Azərbaycan dili dövlət dilidir. Hamı dövlət dilində danışmalıdır və bu dövlət dilinin içərisinə, ədəbi dilinin içərisinə bayağı sözlərin daxil olunmasını yanlış hesab elədi və ciddi şəkildə bu nəzarətə götürülür. Nə baş verir? Deməli, dil islahatları, dilin avtoritetinin qaldırılması, soyad sonluqlarının milliləşməsi haqqında parlamentin qərarının yerinə yetirilməsinə bir yaşıl işıq yandırılır. Yeni dönəm budur. Yeni dönəm həm də budur. Yeni dönəm Rusiya ilə, yəni 200 ildən o tərəfə Azərbaycanı bölən, parçalayan, istismar edən, Allahsızlığı bizə öyrətməyə çalışan Rus imperializmindən qurtulmaq istiqamətində atılan çabalardır. Rusiya qarşı prezident və toplum bir yerdə dirəniş göstərə bildi və Putini müəyyən bir məqama qədər gətirə bildi. Bax, yeni dönəm budur. Yeni dönəm artıq rusofillərin, Rusiyanın burada canişinlərinin və yaxud da onların burada siyasi kursunu yerinə yetirən Mehdiyevlərin çıxdaş olması istiqamətində görünəndir. Görünən budur. Görünənin əsasında gəldiyim qənaətdir. Və yeni dönəm budur. Və yeni dönəm və bunun arxasıca hakimiyyətin bütün qollarının parlamentin milliləşməsi istiqamətində addımların atılacağı ehtimalı daha çoxdur. Yeni dönəm budur. Bir gözləntimiz odur ki, tamam qaranlıq görünən bir yerdə bir işıq da var ki, deyəsən bizə demokratiyanı yasaq eləyən Rus imperializmi, Putinizmin Azərbaycanda təsir dairəsi daralır və biz nəhayət bizə demokratiyanı yasaq eləyən İran və Rusiyada Rusiyanın diktələrinə baxmayaraq Azərbaycan özü demokratiya keçid üzərində düşünür. Demirəm ki, yerinə yetiriləcək, sabah olacaq, bürsün olacaq. Hər halda parlamentin buraxılması siyasi gündəmdədir. Müəyyən dairələrdən, hətta hakimiyyətin özünün içərisində müəyyən dairələrdən informasiyalar buraxılır və bir islahatlar ritorikası çoxalıb. Mən elə bax, bu yeni dönəm budur, yeni dönəm budur. Amma mən içə gəlsək, içdə ciddi bir problemlər olacaq, həbslər var. Təqdir eləmirəm,
fikrinə görə həbslər var, gəldiyim qənaət odur, təqdir eləmirəm. Nahaq yerə mühakimə olunan insanlar var. Onları baxışlarına görə mühakimə olan insanlar, bunu təqdir eləmirəm. Hüquq sistemimizdə ciddi boşluqlar var, bu qane eləmir və yaxud da hakimiyyət bölgüsü prinsiplərinə əməl olunması ilə bağlı ciddi problemlər var. Bu təqdir eləyən deyiləm və razılaşmıram və ciddi şəkildə demokratiya keçidin yol xəritəsi ortaya qoyulmalıdır. Yeni dönəm bunun üzərində düşünməlidir. Və bizim deyək ki, Qarabağ məsələsində, ümumilli məsələlərdə, dövlət məsələlərində iqtidar müxalifət sərhədləri götürüldü inamı bizə imkan verir ki, gələcək üçün heç kim düşünə bilər ki, gələcəkdə bütün faydalı tərəflərin, produktiv tərəflərin bir arada Azərbaycanı yeni mərhələdə daha uğurlu keçidi üçün deməli bir yol xəritəsini hazırlaya bilsinlər. Azərbaycan tərəfdaşlarını çoxaldır və Azərbaycan artıq Rusiyanın monopoliyasında olan Qarabağ problemini müxtəlif variasiyalarla Avropa ilə də qarşı durmaya getdi. Fransa məsələsi, digər Avropadan gələn qətnamələr, boykot edildi Azərbaycan tərəfindən. Mən indi dərindən baxanda Avropanın yanlışlıqları haqqında yazılarım da olubdu vaxtı ilə. Deməli, Amerika Birləşmiş Ştatları səviyyəsində, müstəvidə 8 avqustda Ermənistan-Azərbaycan arasında deməli, sülh sazişinə gedən yolun açıqlanması, bəyannamənin qəbulu və sülh sazişinin paraflanması istiqamətində tarixi addım atıldı. Artıq ritorikalar dəyişib. Ermənistana gedən yol Azərbaycandan keçir. Yəni, Mərkəzi Asiya ilə Azərbaycanı birləşdirən Qazaxıstanda prezidentin verdiyi bəyanat ki, taxılın Azərbaycan üzərində Ermənistana maneəsiz keçidinə dəstək verməsi yeni dönəm budur. Yeni dönəm odur ki, Paşinyan Azərbaycan prezidentinə təşəkkür eləyir və Türkiyə ilə Azərbaycanı birləşdirən Zəngəzur dəhlizindən əlavə bir yolu da təklif edir. Və bunun arxasıca Paşinyan bizə bu vaxta qədər, yəni Ermənistana Rusiya tərəfindən göndərilən Türk əleyhinə yanlışlıqlardan qurtarmaq vacibdir və hətta ermənilər yenidən Qarabağa gələrsə, Rusiyanın əlində imkanlar olur, bölgəni qarışdıra bilər, ritorikasına qədər, bəyanatına qədər gəlir, çatmış olaraq. Yeni dönəm budur. Yeni dönəm, biz bir zamanlar deyəndə Böyük İdeyalar Araşdırma Mərkəzi ki, Vahid Qafqaz evi ideyasının içərisində Ermənistanla konfliktimiz var. Amma biz bütün vasitələrlə Ermənistanın sivil toplum quruluşları, mediası, ictimaiyyət nümayəndələri ilə diyalogların tərəfindəyik. Yəni, mümbit yer olaraq biz deyək ki, Tiflizi götürdük ki, Tiflizdə mütəmadi bu tədbirlər keçirə bilər ki, artıq Azərbaycandan müəyyən nümayəndə heyəti Azərbaycan təyyarəsi ilə Yerevana getdilər və artıq bu buzlar əriyir, yeni dönəm budur. Yeni dönəm stratejidir, yeni dönəm taktiki deyil. Yeni dönəm Azərbaycanın bölgədə oynayacağı rol, dünyada oynayacağı rol, o cümlədən bunların arxasında Böyük Vətən idealının, Turan idealının, Vahid Qafqaz evi ideyasının və demokratiyanın həyata vəsqə qazanması üçün elə bir ki, qabaqda kötüklər var, onlar təmizlənir, siyasi güc mərkəzləri ilə balanslı bir danışıqlar gedir, mövqelər olur, tərəfdaşlar qazanılır ki, bizim sabah ortaya qoyacağımız ciddi iddialar məhz bu mərkəzlərin həm də xeyir-duası və yaxud da neytral bir mövqe sərgiləməsi ilə reallaşsın. O baxımdan yeni dönəm budur, cənab qardaşlarım, bacılarım, o sözə ironik